Sabirabad rayon ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə günorta saatlarında rayonun Qaragüney kənd ərazisində qeydə alınıb. Qəza zamanı BMW markalı avtomobil idarəetmədən çıxaraq hasara, daha sonra isə yol kənarında dayanan Baz markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində BMW-nin sürücüsü Nurəli Həsənov ölüb. Faktla bağlı araşdırma aparılır.